Salam hörmətli tamaşaçılar, AZD Təhsil portalı ilə Sosial Tədqiqatlar Mərkəzinin ortaq layihəsi olan Təhsilsiz proqramının yeni buraxılışındayıq. Bizim bugünkü qonağımız tanınmış təhsil xadimi, sabiq deputat, pedaqoq, psixoloq Sona xanım Əliyevadır. Sona xanım, xoş gəlmişsiniz. Çox sağ olun. Biz bugün Sona xanımdan, xüsusən də sosial şəbəkələrdə bugün formallaşmış təhsil məsələlərindən danışacağıq. Bu nədir? Məsələn, ötən həftə daha çox müzakirə olunan 3 istiqamət. Orta məktəblərdə son zəng, həmçinin yenə də orta məktəblərdə şagirdlərin monitorinqi məsələləri və artıq ötən həftədən start verilən müəllimlərin işə qəbul müsabiqəsində bu ilki qeydiyyat məsələsindən danışacağıq. Söhbət qeydiyyatdan getmir, ümumiyyətlə MİQ məsələsinə yenidən bir baxış edəcəyik. Sona xanım, bu 3 istiqamətlə biz yola çıxırıq, çünki bunlar əsasən ötən yola saldığımız həftənin sosial şəbəkə segmentində, ümumiyyətlə onlayn və çap mediasında, TV məkanında ən çox müzakirə olunan tərəfləridir. Başlayaq son zənglə. Nədənsə keçən həftə nəinki təhsil, ümumiyyətlə bütün sahələri götürsək, ən çox müzakirə olunan məsələlərdən biri də məktəblərdə son zəngdir. Və hər il sonu yaxınlaşdıqca, tədris ili yaxınlaşdıqca sanki bu bir mənalı şəkildə bir problem kimi ortaya atılır. Ümumiyyətlə, bu son zəng məsələsində biz nə qədər ciddiyik? Burada nə dəyişməlidir? Olmalıdırmı? Yoxsa ümumiyyətlə olmamalıdırmı? Elə buradan biz çıxış edərək sizin cavabınızı öyrənmək istərdik. Deməli, çox gözəl sualdır və təbii ki, bu şagirdlərdən də daha çox valideynləri narahat edən məsələdir. Ona görə də məhz cəmiyyətdə, eyni zamanda sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Niyə ciddi müzakirə mövzusuna çevrilib? Bunun alt səbəblərinə baxmaq lazımdır. Hal-hazırda son zənglər valideynlər üçün kifayət qədər ciddi xərc yüküdür. Bu son zəngə hazırlıq mərhələsində uşaqların geyimidir, tədbirlərdir, hazırlıqlardır, müəyyən əlavə xərclərdir və s. Bunlar hamısı ciddi valideyn üzərinə yükdür. Hansı ki, valideyn bunu normalda aylıq büdcəsində nəzərdə tutmalı deyil. Bu belə. İkincisi, deməli, bunun əslində cəmiyyət tərəfindən də biraz şovlaşdırılmış tərəfi var. Niyə? Ona görə ki, valideynlərin bir çoxu, əsasən də regionlarda bu uşaqların məktəbi bitirməsini bir qonaqlıq, şadyanalıq kimi qeyd edir ki, bunu da çox absurd bir məsələ kimi mən görürəm. Çünki bilirsiniz, hər hansı bir tədbir fərqi yoxdur ki, bu sevinç xarakterlidir və yaxud da fərqli bir nədirsə, bunun hamısı bir nəticəyə söykənməlidir. Amma orta məktəbi hamı qutarır. Burada şadyanalıq olunacaq hər hansı bir bir məqsəd olduğunu mən düşünmürəm. Orta məktəbə daxil olan hamı elə orta məktəbi də axırda bitirir də. Yəni bitirməyən yoxdur. Ya 9 illikdə, ya 11 illik ümumi təhsildə hamı məktəbi bitirir. Ona görə də bunun bu cür süni şəkildə şovlaşdırılmasının da biraz mən əleyhinəyəm. Eyni zamanda baxın, gələk həm də məktəb tərəfindən bunun qiymətləndirilməsini. Məktəbdə son zəng hazırlığı kifayət qədər vaxt alır. Bu uşaqlar tədrisdən yayınır, müəllimlər tədrisdən yayınır, hazırlıqlar, səhnələr hazırlayırlar, mahnı seçirlər, paltar seçirlər, razılaşdırırlar, mübahisələr düşür və s. və axır. Bu kifayət qədər təhsilin zamanını alır. Və nəticədə də bu birsiz mənə görə bu bir süni emosiyalarla dolu bir şouya çevrilir. Belə götürəndə məktəb son zəng tədbirlərində belə o ciddi cəhdlə iştirak edən uşaqların böyük əksəriyyəti universitetə hazırlaşmayan uşaqlardır, hansı ki, onların boş vaxtı çoxdur. Aktiv kəsim universitetə hazırlaşmayan şəxslərdir. Abituriyent hazırlığına, repetitor yanına gedən uşaqların onsuz da vaxtları çox azdır. Ona görə də onlar həm də imtahanların o yaxınlaşdığı müddətdə bu kimi fəaliyyətlərə az yer verməyə çalışır. Çünki onlar nəticəyə yönəliblər. Ona görə də mən ümumiyyətlə düşünürəm ki, Azərbaycanda son zəng tədbirlərinin həddindən artıq bayağı keçirilməsi ümumiyyətlə həm də təhsilin həm ruhuna, həm də funksiyasına ziddir. Baxın, son zəng tədbirlərində ictimai asayiş pozulur bir.
Deməli, nizam-intizam pozulur 2. Əlavə xərc yükü yaranır həm valideynlər, həm müəllimlər. Məktəb direktoru narahat olur. Ona görə ki, böyük tədbirdə istənilən üstündə məsuliyyət var, uşaqlar arasında dava düşə bilər, nə bilim, hər hansı bir xoşagəlməz hal baş verə bilər və s. və axır. Eləcə də, yəni bir çox, yəni davranışlara o böyük kütləvi tədbirlərdə ümumiyyətlə insanların davranışına nəzarət etmək də çətindir. Həmçinin gərginlikdir də, yəni bir növ gərginlikdir. Mən deməzdim ki, tamamilə bunu ləğv eləmək lazımdır. Niyə? Ona görə ki, bu biraz da rəmzi məna daşıyır. Çünki hər bir, belə deyək də, uşaq məktəb qutaranda istəyir ki, oradan o ayrılıq, vida mərasimi olsun. Amma belə şovlaşmış olmasın da, bayağı olmasın. Ona görə də məktəblər əlbəttə ki, bunu qeyd eləməlidirlər. Bu məzun gününü qeyd eləməlidirlər. Amma düşünürəm ki, bu qayda ilə yox. Daha belə yığcam, daha az insanla, ancaq valideynlərin iştirakı ilə, uşaqların, məzunların, onların müəllimlərinin, məktəb rəhbərliyinin iştirakı ilə daha belə sadə və daha anlamlı, daha dəyərli keçirilə bilər. Şagirdlər özlərinin ürək sözlərini deyə bilərlər, məktublar yaza bilərlər, vida xarakterli hər hansı bir, belə də maraqlı bir tədbir şəklində bunu keçirmək olar. Nəinki burada rəqs eləyirlər, nə bilim, vals oynayırlar, göyərçini buraxırlar, bayağı musiqilərdən istifadə eləyirlər. Yəni, bunlar hamısı bir növdə həm də cəmiyyətin zövqünü pozur da. Bu nə dərəcədə uyğundur. Və bayaq da biz bunu verilişdən qabaq müzakirə edirdik. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində çox absurd seçimlər var. Məsəl üçün, uşaq universitetə qəbul olanda heç kəs şadyanalıq eləmir, amma uşaq məktəb qutaranda adamlar evində şadyanalıq eləyir. Yəni, sonunda nəticə universitetə qəbul olmaqdırsa, bunu qeyd eləmək lazımdır. Ona görə də bu mənə görə biraz emosional şou kimi gəlir və həmçinin mən düşünürəm ki, belə təntənəli deməli tədbirlər həm də təhsilin həm funksiyasına, həm ruhuna ziddir. Çünki məktəbin əsas vəzifəsi nədir? Təhsil vermək, tərbiyə vermək, şəxsiyyət yetişdirmək. Əgər biz bu təhsildə o şagirdin keçirdiyi zamanı əlavə belə fəaliyyətlərə xərcləyəndə, onda demək ki, biz öz əsas məqsədimizdən də yayınırıq. Mən məsləhət görərdim ümumiyyətlə ki, məktəblər, ümumiyyətlə Təhsil Naziri bu işinə ciddi məşğul olsun. Məsələn, bayaq bunu danışdıq elə öz aramızda. Mən səhər tezdən bir qohumum mənə zəng vurub. Deyir ki, bəs heç xəbərsiz dedi ki, mən belə bir verilişə gələcəm. Deyir ki, çox əsəbiyəm. Deyirəm, niyə? Deyir ki, bəs mənim qızım 11-ci sinifdir. Mən də imkanım da zəifdir. Deyir, uşaq geyib paltar tikdirib. İndi deyir, məktəbdən deyiblər ki, yox, ləğv olunur. Hamı məktəb formasında gəlməlidir. İndi uşaqlar deyir ki, biz bir ildir bu məktəb formasını geymişik, köhnəlib də. Birinci qısalıb, uşaqlar da indi yeniyetmədir, sürətlə inkişaf edib. Biri kökəlib, biri arıqlayıb, birinin boyu uzan. Deyir ki, paltarlar köhnədir. Uşaqlar deyir ki, yox, onda biz məktəb forması təzəsini almalıyıq. Yaxşı, bilirsiniz, bunun hamısı xərcdir də. Yəni, məktəb biraz özlüyündə, eləcə də Təhsil Nazirliyi özlüyündə düşünməlidir ki, bu məktəbin özünü də, eləcə də valideynləri də əlavə xərc yükündən necə qurtarmaq lazımdır? Axı, bu valideyn üçün stressdir. Özdə yeniyetmələr başa düşmür. Eləməlisən qutardı, var, yox, başa düşmək istəmirlər. Eyni zamanda bəzən o qədər olub ki, biz hadisə ilə rastlaşmışıq ki, məzun günündə, nə bilim, nəsə istədiyi olmayıb, uşaq geyib özünü asıb. Allah uzaq eləmiş. Yəni ki, bu belə bir ağır nəticələri də gətirib çıxardır da. Ala bilməyəndə valideyn evdə uşaq ağlayır, qışqırır, nə bilim, dava salır, neyniyir və həm də bilirsiniz, bu birincisi sosial bərabərsizliyi üzə çıxardır. Bir. İkincisi, uşaqlar arasında bilirsiniz, o psixoloji yanaşma var da. Məsəl üçün, biri almayanda o birilər o fikirləşir ki, ala bilməyən fikirləşir ki, ala bilənlər ona yuxarıdan aşağı baxır. O özlüyündə özünü dəyərsiz, yetərsiz hiss eləyir. Yəni, bilirsiniz, bütün bunların hamısını nəzərə almaq lazımdır. Son tədbirləri mən düşünürəm ki, daha belə sadə, formal bir şəkildə eləmək lazımdır. Təbii ki, bu lazımdır. Rəmzi bir tədbir olaraq lazımdır. Dünyanın hər yerində də məzunlarla vida mərasimləri keçirilir. Amma hər yerdə bu daha sadə formada, bir dənə Azərbaycanda bu həddindən artıq bayaqlaşmış formadadır. Yəni, son zənglərin sözünüzə qüvvət olaraq Sona xanım deyim ki, yəni bu konkret və nəticə yönəlik bir ssenarisi yoxdur. Bir məzmunlu proqramı yoxdur. Ola bilsin ki, həmin məzmunlu proqram məktəbin rəhbərliyi, pedaqoji şura tərəfindən hazırlana bilər. Və yaxud da ki, həmin məzmun proqramında bugün bizim əsas bir milli dəyərlər, bu bir zəfər elementləri özünü əks etdirə bilər. Çox az məktəblər bundan istifadə edir. Çox təəssüf olsun ki, ya olursa belə olsun.
Olmursa siz demişkən, yəni ləğvindən də biz danışa bilmərik. Ən azından bunun biraz nüfuzu aşağı, dırnaqarası nüfuzu biraz aşağı salınsa daha yaxşı olar. Təşəkkür edirəm ki, siz buna toxundunuz. Son zənglə bağlı doğrudan da yəni problem deməli var ki, bir neçə həftədə bu müzakirə olunub bitə bilmir. İnanıram ki, gələn də beləncə olacaq. Yəni may ayının sonları yaxınlaşdıqca əsas mövzulardan biri bu son zəng məsələsi olacaq. Qalsın, qalmasın, dəyişsin, dəyişməsin. İndi vaxt məsələsinə toxundular Sona xanım. Əsasən, bilmirəm nədənsə ki, son zəngin təşkil müddəti minimum endirilsin. Buna bax nə deyə bilərsiniz? Elə məktəb var ki, buna 2 saat vaxt ayırır, elə məktəb var ki, 1 saat, eləsi var 45 dəqiqə. Bu, siz dediyiniz bu sadələşmiş qrafikdə bunun vaxt məsələsi necə olmalıdır? Yox, vaxt məsələsini sırf belə bir radikal qərarla müəyyənləşdirmək olmaz. Ona görə ki, hər məktəbdə şagird sayı müxtəlifdir. Elə məktəb var, cəmi orada 5 nəfər məktəb bitirir, amma elə məktəb var, orada bir 60 ya da 80, bəzən 100 nəfər məktəb bitirir. Yəni məzun sayı çoxdur. Məzun sayı çox olan məktəbdə o tədbirin müddətini necə qısaltmaq mümkündür? Onun ancaq ortaq yolu ondan ibarətdir ki, bunlar daha sadələşmiş və rəmzi formada keçirilsin ki, hə, bu məzun günüdür, qurtardı, getdi və ancaq iştirakına icazə verilsin valideynlərdən bir, maksimum 2 nəfərin. Belə bir məktəbin özdə, mən indi daha çox məktəblərin həyətində bunu eləyirlər, amma bunu idman zalında eləmək olar, bunu daha qapalı məkanlarda, nə bilim, məktəbin zalı varsa, məktəbin zalında belə çox yığcam və səliqəli eləmək lazımdır. Yoxsa hay-küy, nə bilim, uşaqlara maşın verirlər, onlar da gedirlər, yol hərəkəti qaydaları pozurlar, ictimai asayişi pozurlar, nə bilim, daha sonra gedirlər, yığışırlar hardasa, nə bilim, yeyib içirlər. İndi o yeni yetmənin birisiz, bu şeyləri dərk eləmir də hələ. O emosiyalarının qaynar vaxtıdır. Amma bunu tənzimləyən kim olmalıdır? Bunu tənzimləyən olmalıdır valideynlər, məktəb, eləcə də cəmiyyət. Cəmiyyət bunu bir sosial qınağa çevirsə, bəlkə də bunun hardasa bir özlüyündə həll yolu tapılar. Amma mexanizm ondan ibarətdir ki, bununla bağlı Təhsil Nazirliyi birmənalı şəkildə qərar verməlidir ki, bu tədbirlərin təntənəli olması yığışdırılsın. Qurtardı, getdi. Ondan sonra hər şey öz qaydasına düşəcək. Bu günlə bağlı bu qədər Sona xanım. Ötən həftənin müzakirə olunan təhsil məsələsi təkcə məzun deyildi, son zəng deyildi. Həm də bildiyimiz kimi 4-cü və 6-cı siniflər üçün monitorinqlə təşkil olundu. Və bu müəllimlərdə, məktəb rəhbərliyində, valideynlərdə və ən çox da 4 və 6-cı sinifdə oxuyan uşaqlarda müəyyən bir narazılıq deməyək, həm də onlarda bir narahatlıq yaranan bir meyar kimi qəbul olundu az qala. Bunun monitorinqlərin bu faydalılığı və şagirdlər üçün narahatlığa çevrilən tərəflərindən danışaq. Siz bu monitorinqləri necə qəbul edirsiniz Sona xanım? Və bu olacaqsa nələr dəyişməlidir? Bunun formal tərəfləri hansılardır? Bunun faydalı tərəfləri hansılardır? İndi bu çox cəmiyyəti də, eləcə də təhsil kontingentini də çox ciddi narahat edən məsələdir. Sizin bu toxunduğunuz məsələ. Necə? Birinci gəlin ən sadədən başlayaq və daha sonra gedək mürəkkəbə doğru. Ən sadə məsələ nədən ibarətdir? 4-cü və 6-cı sinifləri monitorinq edən zaman bu uşaqları məktəblərdən göndərirlər mərkəzi məktəblərə. Digər yerə. İndi sual olunur ki, bu 4-cü 10-12 yaşlı uşaqlardır da, bunlar istər-istəməz başqa bir məktəb, başqa bir mühit, onların başqa bir yerdə, başqa nəzarətçinin nəzarəti altında, təbii ki, bu onun nailiyyət dərəcəsinə müəyyən şəkildə təsir eləyəcək. Çünki o öz komfort zonasından çıxıb, bu bir. İkinci tərəf ondan ibarətdir ki, hələ mən şagirdlərin aparılmasını və mərkəzi məktəblərdə yerləşdirilməsindən danışıram. Məsələn, burada bir nüans da nədir? Ya bunu valideyn aparmalıdır mərkəzi məktəbə imtahana ki, bu valideyn üçün əlavə bir işdir. Eyni zamanda ya da ki, hansı məktəb ki, istəyir ki, bunu biraz səliqəli şəkildə eləsin, məcburdur bir 100-150 manat məktəb direktoru öz maaşından pul xərcləsin, avtobus tutsun, səliqəli şəkildə bu uşaqları aparsın məktəbə. Yəni, bu əlavə narahatçılıqdır. Həm valideyn üçün, həm məktəb direktoru üçün. Bu bir. Eyni zamanda dedik, uşaqların özü üçün narahatçılıqdır. Ona görə ki, onlar öz komfort zonalarından çıxıblar. Başqa bir mühitdə. Bunlar hələ balacadırlar. Bunların, necə deyim, bu fizioloji və psixoloji xüsusiyyətləri mütləq şəkildə nəzərə almaq lazımdır. Gəlin, məsəl üçün, deyək ki, bu uşağın birinin ürəyi bulandı həyəcandan və yaxud da üzr istəyirəm, qarnı ağrıdır da. Bu uşaq öz məktəbində ayaq yolunda yerini bilir, məktəbdə tanır və yaxud da deyək ki, məktəbdə hər hansı bir fövqəladə hadisə baş verdi.
Bu yanğın baş verdi, ya və yaxud da zəlzələ baş verdi, hər hansı bir fövqəladə hadisə baş verdi də, bu uşaq yad bir məktəbdə, bu tanımadığı məktəbdə istər-istəməz təşvişə düşəcək və özünü itirəcək. Ona görə az yaşlı uşaqların bu cür mərkəzləşmiş məktəblərdə monitorinq eləməyi biraz necə deyim, məntiqi görünmür. Bu bir. İndi gələk məsələnin ikinci bir tərəfinə. Mən bugün Təhsil Nazirliyinin bu monitorinqlə bağlı deməli o yaydığı məlumatı oxumuşam və orada qeyd olunur ki, monitorinqlərin nəticəsi uşaqların deməli o illik qiymətləndirməsinin, yəni qısa desək də el arasında KSG-yə, BSG-yə bu təsir eləmir. İllik nəticəsinə təsir eləmir. O zaman sual olunur ki, bu monitorinqlər əgər uşağın qiymətlərinə təsir eləmirsə, bu monitorinq nə üçündür və uşaq bu monitorinqa hazırlaşmaqla bağlı özündə məsuliyyət hiss eləyəcəkmi? Əgər uşaq onun qiymətlərinə təsir eləyən hər hansı bir imtahana girirsə və orada onun nə yazmağının fərqi yoxdursa, o məsuliyyət hiss eləmir. Onun üçün önəmli deyil. Bu imtahan onun üçün əhəmiyyət kəsb eləmir, çünki nəticə yönümlü deyil, yəni nəticəyə əsaslanmır. Və həmçinin məsələ nədən ibarətdir? Deməli, eyni zamanda həmin sualların tərtibatındadır. Deməli, Azərbaycan dili imtahanı ilə bağlı 4-cü sinifdə 3 mətn qoyublar. 3 mətnin hər biri, deməli, hardasa bir A4 vərəqi boydadır, düşünün. Yaxşı, bu 4-cü sinfi qutaran uşaq bu 3 dənə mətni cəmi də deməli, vaxt veriblər 180 dəqiqə. 4-cü sinifin uşağı 3 böyük mətni oxumalıdır, oxuyandan sonra bunu anlamalıdır və suallara cavab verməlidir. Yəni, nə dərəcədə bu... Sinif və daha sonra kodlaşdırmalı səhət bu prosesdə var. Ona da gələcək, mütləq. O ümumiyyətlə qlobal problemdir. Deməli, indi baxaq. Bu uşaqlar bu mətni oxumağa çox vaxt uşaqdan, məsəl üçün, imtahandan çıxadan uşaqdan soruşursan ki, bəs sən mətni oxudunmu? Deyir ki, yox, hüsələm çatmadı. İndi gəlin baxaq, biz böyüklərdən danışırıq. Hal-hazırda siz jurnalistsiniz, bilirsiniz ki, hal-hazırda bütün xəbər platformalarında xəbərləri A4 vərəqinin yarısından o tərəfə keçməyə icazə vermirlər. Niyə? Çünki deyirlər ki, insanlar onu axıra qədər oxumur. Bu məntiqlə, bunu hamımız bilirik ki, biz indi heç bir uzun mətni axıra qədər oxumur. Əgər uzun mətnləri axıra qədər oxumursunuzsa, bunu heç olmasa bir böyük mətn salın da, 3 böyük mətni 4-cü sinifin uşağına, hansı ki 4-cü sinifin uşağı orta məktəbdə hələ 4-cü sinifin axırında sinifdə oturmağı ancaq adaptasiya olur da. Çünki biz bilirik ki, az yaşlı uşaqlarda diqqət dağınıqlığı daha çoxdur. İndi bu sualların hələ üstəlik də açıq suallar. Açıq sualları elə verirlər ki, uşaq başa düşmür ki, burada doğru cavab A-dır, B-dir, C-dir, yoxsa hansıdır. İki oxşar, siz 4-cü sinifin uşağından bu dərəcədə, mən özüm də hərdən düşünürəm ki, görəsən müəllim onun doğru cavabını bilirmi və yaxud da onun doğru cavab olduğunu necə əsaslandırıb? Sizin üçün doğru olan mənim üçün yanlış ola bilər, mənim yanlışım sizin üçün doğru ola bilər və yaxud da əksinə. Ona görə də, yəni 4-cü sinifdən bu tip suallarla uşağı yükləmək, bunun özü də bir absurd yanaşmadır. Bundan başqa, gəldik o kodlaşma məsələsinə. Deməli, məktəb 4-cü sinifin uşağı bu testləri yazandan sonra, monitorinqi yazandan sonra təbii ki, bu mürəkkəb kodlaşma sistemini 4-cü sinif uşağı istifadə edə bilmir. Bu kodlaşmanı kim eləyir onların əvəzinə? Mərkəzi məktəblərin, mərkəz seçilmiş məktəblərin müəllimləri. İndi sual olunur ki, niyə məktəb müəllimi öz işini, öz funksiyasını qoyub əlavə işlə məşğul olmalıdır, həm də bir neçə gün. Və yaxud da yorğun olar, orada sualları belə deyək, işarələyəndə ola bilsin ki, sürüşdürmə elədi. Bu şagird nailiyyətinə də bəs aşağı salır, eyni zamanda məktəbin nəticəsinə də təsir edir və həm də məktəb öz işlərini qoyub əlavə bir işlə məşğul olur. Bu da işin bir tərəfi. Yəni, demək istədiyim odur ki, proses görürsünüz nə dərəcədə yanlış formalaşdırılıb. Həmçinin gələk indi baxaq məsələnin başqa bir tərəfinə. Buyurun. Biz dedik ki, Təhsil Nazirliyi özü rəsmi şəkildə elan edib ki, bu nəticələr şagird nailiyyətinə təsir eləmir də, yəni qiymətləndirməsinə təsir etmir. Yaxşı, o zaman biz sual olunur ki, onda bu monitorinqlər nəyə əsaslanır? İndi onlar qeyd edirlər ki, məktəbin inkişafına, nə bilim, analiz olunur, təhlil olunur və s. və alaxır. Mən bir neçə... Dərsliklərin keyfiyyətinə də müəyyən bir təsir var deyilir. Həmin datalar əsasında dərsliklərin keyfiyyəti də yoxlanılır. Belə bir yanaşma da var.
Ola bilər, amma indi gəlin baxaq. Deməli, məktəb nəticələri monitorinqdən sonra təbii ki, hər məktəbin nəticəsi elan olunur. Məktəb nəticəsi elan olunandan sonra mən özüm şəxsən bir neçə məktəb direktorundan soruşmuşam. Deyirəm ki, yaxşı, sizin monitorinqlərin nəticəsinə uyğun sizə inkişaf planı və ya da tövsiyələr toplusu göndərilirmi? Deyir ki, yox. Onda sual olunur ki, yaxşı, əgər burada məktəbin nəticəsini, çünki monitorinq nəzarət sistemi deyil, olmamalıdır. Monitorinq inkişafa xidmət eləməlidir. Çatışmazlıqları aşkarlayırıq və onları düzəltmək üçün yol xəritəsi təklif eləyirik. Ona görə də burada sual olunur ki, əgər məktəbə hər hansı bir inkişaf proqramı tövsiyə olunmursa, yol göstərilmirsə onlara, onda bu monitorinq nəyə xidmət edir? İndi gələk. Deyək ki, tutalım ki, məlum oldu ki, məsəl üçün 4-6-cı sinifin nəticələri aşağı-yuxarı elan olunubdur. Elan olunandan sonra təbii ki, belə şeylərin üstündə əgər nailiyyətə təsir eləmirsə, demək ki, müəllimi də cəzalandırmırsınız da. Onun əgər şagirdləri aşağı nəticə göstərilibsə, o zaman cəzalandırılan kimdir? Məktəb rəhbərliyi. Məktəb rəhbəri. İndi mən sizə sual vermək istəyirəm. Bu prosesdə aşağı nəticə göstərən uşaqlarla bağlı ən son günahlandırılacaq adam kimdir? Yenə məktəb rəhbərliyi. Yenə də məktəb. Çünki başqa onun ünsiyyətli olan şəxs deyil o. Çünki o idarəçidir. 45 dəqiqəni idarə eləyən, onun keyfiyyətinə, onun belə deyək, qurulmasına, onun o psixoloji yanaşmasına, pedaqoji yanaşması, metodikası müəyyən edən o müəllimdir. Bəli. Müəllimdir. Müəllimin nəticəsi aşağı olsa, məktəb direktoru ona xəbərdarlıq eləyə bilər. Məktəb direktorunun ona nə töhmət verməyə, nə işdən çıxartmağa ixtiyarı yoxdur. O zaman biz necə məktəb direktorundan bax bu kimi nəticələrin aşağı olması ilə bağlı hər hansı bir hesabat istəyə bilərik? Yəni ona görə də bu monitorinq məsələsində ümumiyyətlə dünyanın heç bir yerində 4-cü sinifləri monitorinq eləmirlər. Yoxdur belə bir şey. Ona görə də ümumiyyətlə bu yanaşma nədir? Mən birmənalı şəkildə onu da demək istəyirəm ki, ümumiyyətlə Təhsil Nazirliyi, yəni bunu tənqidi kimi başa düşməsinlər, amma doğrudan da təcrübə göstərir ki, illərlə Təhsil Nazirliyi imtahanları təşkil etməkdə çətinlik çəkir. Ona görə də bunu mən düşünürəm ki, eləsələr belə Dövlət İmtahan Mərkəzinin tabeliyinə vermək daha yaxşı olardı. Söhbət konkret monitorinq ediləcək, yoxsa ümumiyyətlə bütün imtahanlarda? Ümumiyyətlə bütün imtahanlarda hər il davamlı olaraq belə deyək də özdə necə deyim, o sosial şəbəkələrdə kifayət qədər ciddi narazılıqları biz görürük də. Konkret faktlarla. Amma məsəl üçün Dövlət İmtahan Mərkəzi ilə bağlı çox nadirən bir hər hansı bir abituriyentin narazılığına rast gələrik. Ona görə də mən düşünürəm ki, bu məsələlərdə yəni ya bunu Dövlət İmtahan Mərkəzindən bu professionallığı öyrənmək lazımdır, ya da ümumiyyətlə vermək lazımdır onların ixtiyarına. O ki, qaldı bayaq unutdum, bu uşaqların da başqa məktəblərə getməsi ilə bağlı. Olmazmı ki, uşaqları başqa məktəbə aparmaq yerinə həmin öz oxuduqları məktəblərə onlara nəzarətçilər göndərilsin. Və nəzarətçilər getsin, o monitorinq belə deyək də, o kitabçalarını paylasın uşaqlara, sonra yığsın, blomlasın. Yəni burada çətin bir şey yoxdur da, kimsə onu dəyişə bilməz, götürə bilməz. Eyni zamanda da aparsınlar, lap indi bu cavab kartlarda, mərkəzlərdə bu yoxlanılsın, mərkəzləşmiş qaydada yoxlanılsın və orada bir data əldə olunsun. Uşaq yerində qalsın, bəli. Uşaq yerində qalsın. Bilirsiniz, uşaqlar, indiki uşaqlar üstəlik çox həssasdırlar. O kənar bütün qıcıqlandırıcılara çox həssasdırlar. Ona görə də onları komfort zonasına çıxartmaq birincisi onların nailiyyətini zəiflədir. İkincisi də yenə deyirəm, nəticəyə əsaslanmayan hər hansı bir imtahan uşaqda məsuliyyət hissi də yaratmır. Sona xanım, həqiqətən də çox vacib qeydlər üçün bizə təşəkkürümüzü bildirdik. Vacib detala toxundunuz. İmtahan demişkən, bildiyimiz kimi, ötən həftə həm müəllimlərin sertifikatlaşdırması prosesi, həm də müəllimlərin işə qəbulunla bağlı qeydiyyatlara start verildi. Təbii ki, qabaqda darbeş proseslər var. Bildiyimiz kimi, xüsusən də sertifikasiya müxtəlif fənlər, kimyadır, biologiyadır, eləcə də Azərbaycan ədəbiyyat fənləri üzrə birinci cəhddən kəsilən müəllimlər ikinci cəhdə yenidən qoşulacaqlar. Bir sözlə, bir çox müəllimlər sertifikatlaşdırmaya da cəlb olunacaqlar. İmtahan prosesinə toxundunuz, orada müəyyən bir nöqsanların, nöqsan deməyə çatışmazlığın olduğunu bildirdiniz. Biz bu məsələyə istədik ki, indi söhbətin bu yerində, həm də söhbətin 3-cü qolu olaraq daha geniş toxunaq. MİQ müəllimlərin işə qəbulu müsabiqəsini və müəllimlərin sertifikatlaşdırması prosesi. Çünki artıq prosesə start verildi. Qarşıdakı aylarda artıq xeyli sayda, söhbət 10 minlərlə müəllimdən gedir. Həm orada, həm burada müsabiqəyə
qoşulacaqlar. Bu da artıq onlarda artıq narahatlıq və daxili stres artıq başlayıb. Söhbət 10 min üzərində müəllimdən gedir. Buna toxunaq. Burada nə dəyişməlidir? Burada bir belə deyək, yaralı boşluq nədir burada? Burada bir düzəlməsi vacib olan meyarlar nədir? Buna toxunsaq daha yaxşı olar. İstər MİQ olsun, istər sertifikatlaşdırma prosesi olsun. Ümumiyyətlə şəxsi yanaşmam bundan ibarətdir ki, Azərbaycan təhsil sistemi öz təbii simasından çıxıb və süniləşib. Niyə belə düşünürəm? Ona görə ki, Azərbaycan təhsil sistemində mərhələli şəkildə bütün təhsil pillələrində həm şagird, həm müəllim, həm rəhbərlik hamı nəticə oynayır. Yəni təhsil öz təbii funksiyalarından uzaqlaşıb və ancaq nəticəyə yönəlib. Niyə belə qərara gəlmişəm? Baxaq, danışaq MİQ-dən də, müəllimlərin işə qəbulundan. Müəllimlərin işə qəbulu prosesini əvvəl belə bir deməli təşəbbüs ortaya atıldı ki, şəffaflaşdırmaq üçün biz deməli müəllimlərin işə qəbulu imtahanları keçirilsin. Ki ilk öncə burada deməli müsahibə mərhələsi yox idi. Hər bir halda şəffaflaşma baxımından müsbət bir addım idi ki, bu imtahan olsun. Amma ümumiyyətlə Azərbaycan təhsil sistemi, mən nazirlik demirəm, ümumilikdə sistemi nəzərdə tuturam. Sistem birinci özünə sual verməlidir. Azərbaycan müəllimi kimdir və yaxud da Azərbaycan müəllimi təhsildə kim olmalıdır? Müəllim bizim üçün, mən öz təhsil dönəmimdən danışıram. Bizim üçün müəllim deməli sosial nümunə idi. Bizim üçün müəllim psixoloji dayaq idi. Bizim üçün müəllim tərbiyəçi idi. Bizim üçün müəllim necə deyim, etimad, güvən yeri idi də. Bir etalon idi, bəli. İndi Azərbaycan müəllimi bax özündə bu xüsusiyyətləri daşıyırmı? Bir. İkinci və bu xüsusiyyətlər bizə əgər bu saydığım xüsusiyyətlərə malik müəllim lazımdırsa, deməli ki, burada proses testlə məhdudlaşmamalıdır. Təkcə müsahibə ilə də məhdudlaşmamalıdır. Ola bilər ki, siz və yaxud da mən həddindən artıq çox savadlı adamıq, amma bizim emosional olaraq biz belə deyək də dözümsüz insanıq. Bizi məktəbə buraxmaq olarmı? Olmaz. Bir keyfiyyət cavab versək də, o birisini cavab vermirik. Çünki emosional intellekt nəzəriyyəsi var. Təhsildə müəllimlər bunu çox yaxşı bilir. Orada əsas meyarlardan biri nədir? Yəni ki, orada göstərirlər ki, təhsildə uğurun, sinifdəki uğurun ən böyük belə deyək də prinsiplərindən biri odur ki, müəllim həm öz emosiyalarını, həm də sinifin emosiyalarını həm nəzərə almalıdır, həm tənzimləməlidir. Ona görə də emosional şəkildə dözümlü olmayan bir şəxsin nə qədər savadlı olmağından asılı olmayaraq sinifə buraxmaq olmaz. Bu bir. İkinci, çünki istər-istəməz burada tərəflər kəsişəcək. İkinci məsələ nədir? İkinci, tutalım ki, bu çox savadlı müəllimdir. Bunu müsahibə eləyənlər kimdir? Onların pedaqoji və psixoloji kompetensiyası nə qədər yetərlidir ki, o başqa bir müəllimin işə qəbulunla bağlı, həyatı ilə bağlı qərar verir. Bu məsələnin bir tərəfidir. Və burada nə dərəcədə suistimal halları mövcuddur? Necə onlar müəyyən eləyirlər ki, bu müəllimi işə buraxmaq olar, bu müəllimi işə buraxmaq olmaz və qısa bir müsahibə ilə. Ki, nəzərə alsaq ki, MİQ özü də ikinci bir tərəfdə böyük bir biznesə çevrilib. Niyə? Çünki biraz ağıllı və bacarıqlı müəllimlər MİQ proqramından müəllim hazırlayırlar. Onları həm bilik səviyyəsini hazırlayırlar, həm onların deməli o müsahibə mərhələsinə hazırlayırlar. Onsuz da mən də kursa, abituriyent də kursa gedir hazırlaşır, üstə qəbul olur da. Yəni bu qəbul prosesini yenə deyək, gətirəm yenə başlanğıc məsələyə ki, niyə biz süniləşmişik? Çünki nəticə oynayırıq. Müəllimin fikri odur ki, getsin o qəbul imtahanını keçsin, işə qəbul olsun. O bundan sonraki fəaliyyətini düşünmür. Onun üçün nəticə işə qəbul olmaqdır. İndi baxaq bunun sonraki davamına. Baxın, dünyanın heç bir inkişaf etmiş ölkəsində mərkəzləşmiş müəllimin işə qəbul imtahanı keçirilmir. Yaponiyadır, Finlandiyadır, Estoniyadır, yəni Amerikadır. Burada müəllimlərin işə qəbulunu keçirir ya məktəblər, ya da keçirir yerli idarələr. Amma necə?
Türkiyənin özündə belə, yəqin ki, sizin də bilirsiniz, məlumatlısınız, heç vaxt müəllimliyi, tutalım ki, müəllimlik peşəsinə yiyələnmiş adam birbaşa gedib məktəbdə müəllim olaraq işləyə bilmir. O mütləq şəkildə 1 il olur öyrətmən adayı. Namizəd kimi. Namizəd kimi. Və dünyanın bütün inkişaf eləmiş ölkələrində bu metodika deməli tətbiq olunur. Çünki həmin o müəllim namizədi 1 il ərzində deməli müxtəlif demo dərslər keçir, müəllimin yanında işləyir, praktikalanır, uşaqlarla davranış edir. 1 ilin axırında məktəb rəhbərliyi və müəllimlər qərar verir ki, bu adam müəllim kimi burada çalışa bilər, yoxsa yox. Təbii ki, belə gələn namizədlərin içindən məktəb özü üçün yaxşı nəticə verən müəllimləri seçir və saxlayır. Çünki məktəb maraqlıdır ki, onun nəticəsi həmişə yüksək olsun, yəni tədrisin keyfiyyəti yüksək olsun. Bu baxımdan da mən düşünürəm ki, Azərbaycanda müsahibə və imtahan sistemi özlüyündə müəllim seçimində biraz azlıq təşkil edir, yəni kifayət eləmir. Məsələn, Yaponiya təhsilində çox maraqlı bir yanaşma var. Deməli, Yaponiyada müəllimlər dövlət qulluqçusu statusu alır. Amma necə? Deməli, onlarda müəllimlik mərhələ-mərhələ gedir. Birinci olursan namizəd, sonra olursan müəllim, sonra olursan daha yaxşı müəllim və ən sonunda sən gərək o qədər peşəkar olasan, sən olasan yaxşı mütəxəssis. Dərəcələşmə gedir. Dərəcələşmə var və həmin dərəcələşmə əsasında da onların dövlət qulluqçusu statusu olduğuna görə maaşlarında da fərq var. Və hər bir müəllim maraqlıdır ki, o inkişaf eləsin. Çünki bilir ki, o nə qədər inkişaf eləsə, o qədər maaş artacaq. Burada sırf necə ki, bizdə hüquq mühafizə orqanlarında var bu səviyyələr, rütbə, dərəcə, eyni sistem tətbiq olunur. Məsələn, Finlandiyada maraqlı nə var? Finlandiyada deməli 3 ən çətin sahə var qəbulla bağlı. Onun biri tibbdir, hüquqdur və müəllimlikdir. Və magistr təhsili olmayan adam orta məktəbdə müəllim kimi işləyə bilməz bir mənalı şəkildə. Və mütləq şəkildə hətta magistratura səviyyəsini bitirmiş namizədlər belə məktəbdə müəyyən bir dövr o müəllim assistenti olaraq çalışır və ondan sonra onlarla bağlı qərar verilir ki, bu adam müəllim ola bilər yoxsa yox. Əgər yenə də gələk bax bu monitorinq məsələsinə. Əgər baxın imtahandan keçib, müsahibədən keçib, orta məktəbə qəbul olub, nəticəyə odaqlanıb. Bundan o tərəfi onu maraqlandırmır. Gedir monitorinq olur, uşağın nəticəsi onun iş fəaliyyətinə təsir eləmir. Çünki o pis nəticə göstərsəsə orada müəllim cəzalanmır. O zaman bu müəllim hansı kriteriyalar üzərində özünü inkişaf elətdirsin və yaxud da indi sertifikasiya prosesinə keçək buradan. Müəllimləri sertifikasiya elədilər, aşağı bal yığanları, müəllimləri kənarlaşdırdılar tədrisdən. Amma hara apardılar? Oldular, onlar sosial pedaqoq. Yaxşı, bu öz funksiyasını məktəbdə kifayət qədər yerinə yetirə bilmədiyini düşündüyünüz müəllimi niyə problemlə yanmırsınız? Gətirib burada sosial pedaqoq olaraq işə götürürsünüz. Bu yanaşma bilirsiniz, hər bir fəaliyyət məqsədə yönəlməlidir də, nəticəyə yönəlməlidir, məqsədə yönəlməlidir. Əgər burada nəticəlik yoxdursa, bığdan götürüb saqqala yamamaq kimi bir şeydir də. Yəni burada biz nəyə xidmət edirik? Yəni mən düşünürəm ki, ümumiyyətlə fərqi yoxdur. İndi yenə də qayıdıram monitorinqin özündə. Bu hamısı, bütün bu proseslər inkişaf etdirici istiqamətdə olmalıdır. İnkişafa xidmət eləməlidir. Əgər miqdən keçib nə gözəl, müsahibədən keçib nə gözəl. Bunları göndərin, yenə də deyirəm, şəffaf bir şəkildə. Qoyun valideyn, qoyun müəllim, məktəb rəhbərliyi, Təhsil Nazirliyinin nümayəndəsi gəlsinlər bu adamın bir dərsinə baxsınlar, görsünlər ki, ümumiyyətlə müşahidə eləsinlər, bunun haqqında rəy yazılsın. Sistemi, baxın, təhsil elə bir sahədir ki, burada mütləq şəkildə şəffaflıq vacibdir. Çünki biz gələcəyimizi inşa eləyirik. Çünki anadan olan uşaq qatil doğulmur. Alim doğulmur, mühəndis doğulmur, həkim doğulmur. Yəni bu uşağı inşa eləyən ən birinci ailədir, sonra məktəbdir. Bizdə problem odur ki, bu iki strukturun ikisi də dağılmağa məhkumdur. Çox təəssüf. Sonra xanım, nə qədər vacib və incə məqamlara toxundunuz. Şəxsən mən çox istərdim ki, biz bunları davam elətdirək. Amma müəyyən bir vaxt zaman məsələsi limitimiz də vardır. Son olaraq istərdik ki, bu 3 vacib məsələyə toxunduq. Məktəblərdə son zəng, məktəblərdə monitorinq və müəllimlərin qatıldığı 2 müsabiqə, MİQ və sertifikatlaşdırma prosesi. Bütün bunları ümumiləşdirərək, sizin bizim bu müəllimlərə, bizim bu məktəblərə tövsiyə xarakterli nə sözünüz olar?
Təbii ki, tövsiyələriniz oldu çox, amma son aslında bir yekun, bir xülasə olaraq nə demək istərdiniz? Mən tövsiyə edirəm ən birinci təhsil prosesi iştirakçılarına, əsasən də müəllimlərə, həmkarlarıma ki, baxın, nəticə önəmli deyil. Təhsil bir prosesdir. Ona görə də prosesə diqqətinizi ayırmalısınız və çalışın ki, təhsil doğrudan da öz təbii simasını itirməsin. Yəni, bizim üçün önəmli olan bugünkü günü 600, 500, 700 bal yığmış uşaqlar deyil. Bizim məqsədimiz Azərbaycan dövlətinə, xalqına yararlı, faydalı ola biləcək sağlam şəxsiyyət yetişdirməkdir. Bugünkü günü 500 bal yığmış abituriyent gedib hər hansı bir fənnə daxil ola bilər, amma sonra siz eşidərsiniz ki, o elə bir hərəkət edib ki, utanc verici. Yəni, savadlı olmaq, o Azərbaycan ümumiyyətlə folklorunun o qədər gözəl nümunələri var. Deyir ki, alim olmaq asandır, adam olmaq çətindir. Azərbaycan təhsilinin bugünkü əsas məqsədi o adam yetişdirmək olmalıdır. Bu bir. İkinci, tövsiyə eləyərdim onu ki, baxın, bunu bayaq da sizlə danışdıq. Azərbaycan təhsili ümumiyyətlə segmentləşib necə? Var ümumi təhsil məktəbi, hansı ki, Təhsil Nazirliyi nəzarət edir. Var repetitor sistemi, hansı ki, bu özü-özlüyündən ehtiyacdan yaranıb və sistemləşib. Var üçüncü bir segment, hansı ki, burada da yığışıb ancaq müəllimlər və narazı cəmiyyət. Hansı ki, bunlar da bu sosial şəbəkələrdə bu bütün məsələlər müzakirə edir, səsləri heç bir yana çatmasa da segmentləşib. Yəni, bilirsinizmi? Amma mən məsləhət görərdim ki, bu üç segment birləşsin. Çünki bizim hamımız ortaq məxrəcə xidmət edirik. Azərbaycanda təhsil sistemi inkişaf eləməlidir, Azərbaycan cəmiyyəti savadlı olmalıdır, Azərbaycan ölkə olaraq, dövlət olaraq inkişaf eləməlidir. Çünki biz o qədər bir coğrafi olaraq mürəkkəb bir yerdə yaşayırıq ki, bizim, necə deyim, güclü olmaqdan başqa imkanımız yoxdur, variantımız yoxdur. Ona görə də tövsiyə edə bilərəm ki, ancaq təhsilə yönəlsinlər. Hamı, ümumiyyətlə, təhsil bu həyatda hər şeyin məlhəmidir, hər şeyin yol göstərənidir, hər şeyin açarıdır, hər şeyin xilasıdır. Ona görə təbii ki, müəllimlər vicdanlarına sığınaraq təhsili yaxşı şəkildə versinlər, uşaqlar öz məsuliyyətini hiss eləyərək dərslərini yaxşı oxusunlar, valideynlər məktəblə əlaqəsini ümumiyyətlə kəsməsinlər, ona görə ki, onların uşağını tərbiyə eləyəcək ilkin adam onlar özləridir, müəllim deyil, müəllim ikinci fiqur olmalıdır. Eyni zamanda təbii ki, təhsil sistemi də cəmiyyəti eşitməməzlikdən gəlməməlidir. Çünki problem cəmiyyətin problemidir. Ona görə də sistem cəmiyyətin bu təhsillə bağlı narazılıqlarını eşidib, onları doğru bir, ədalətli bir şəkildə də həll eləməyə çalışmalıdır. Sana xanım, təşəkkür bildirirəm sizə. Çox vacib və incə bir məqamlara toxundunuz. Hörmətli tamaşaçılar, çox maraqlı və vacib detallara toxunduq burada. Ötən həftənin ən çox müzakirə olunan 3 təhsil məsələsinə toxunmağa, onu təhlil etməyə çalışdıq. Qonağımız sabiq millət vəkili, pedaqoq, psixoloq, əməkdar müəllim Sona xanım Əliyeva idi. Bir daha təşəkkürümüzü bildiririk. Amma təhsil həm də siz, biz hamımız olaq ki, sonunda təhsilsiz olmayaq. Sağ olun.